Salam əziz dostlar, bu videomuzun mövzusu Illustratorda repeat funksiyasıdır. Gəlin tanış olaq görək bu nə funksiyadır. Bir dənə ellips çəkdik, strokunu verdik, qırmızı, gəldik, qalınlığını verdik, 10 point, 10 point verəndən sonra object, repeat və radial. Əla. Görək biz burada nələrə müdaxilə eləyə bilərik. İlk öncə biz bunun dairənin üzərinə klik eləyib enini artırıb çoxalda bilirik, maraqlı alınır. Təkrarların sayını artırıb azalda bilirik. Yaranmış bu dairənin üzərində hansı hissələrə tətbiq olunacaq, bax onu təyin eləyə bilirik. Əllə idarə elədiyimiz funksiyaları Properties panelində aşağı hissədə də özümüz yaza bilərik. 8 dənə təkrar olsun, ara məsafəsi də olsun 25 mm. Ara məsafəsi deyəndə, yəni bu dairənin diametri. Bundan sonra bu funksiyanın ən çox sevdiyim xüsusiyyəti nədir? Bu hal-hazırda bizə bir kompozisiya nəticəsi göstərir. Mən bu nəticənin üzərinə 2 dəfə klik eləyib əsas ana obyekti seçə bilirəm və həmin o əsas ana obyektin başına 1000 cür oyun aça bilərəm. Tutaq ki, Shift X-i basıram, fikir verdinizsə, hamısına tətbiq olundu. Qövsü ilə oynayıram, Ctrl Z, yenə də Shift X-i basa bilirəm. Direct Selection tool-la mən burada bunun fərqli formalara sala bilərəm, fikir verdiniz, bəh. Eksperimentlərə olduqca açıq, maraqlı, effektiv bir tooldur. Shift X-i yenə bastıq. Maraqlı, çox maraqlı. Editimizi, eksperimentlərimizi bitirəndən sonra ya Escape-i basırıq, ya kənarda double klik eləyib biz edit rejimindən çıxırıq və yenə də istədiyimiz kimi biz bunu idarə eləyə bilirik. Radial repeat ilə tanış olduq. İndi isə keçək növbəti repeat-ə. Bir qırmızı düzbucaqlımız var. Object, repeat və grid. Adından görsəndiyi kimi müəyyən bir şəbəkə əsasında təkrarladı. Biz yaranmış nəticənin enini artıra bilirik, uzunluğunu artıra bilirik, sayını azaldıb çoxalda bilirik. Həm horizontal, həm də vertikal sayını azaldıb çoxalda bilirik. Gəlin burada bir sərgəsizlik yaradaq və keçək bunu Properties pəncərəsindən daha dəqiq ölçülərlə edit eləməyə. Horizontal ara məsafəsi bizdə olsun 5 mm, vertikal ara məsafəsi bunu da eləyək 5 mm. Aşağıda gridin düzülüş növünə baxaq. İndi bu dəqiqə griddir. Təkrarlamanın düzülüş növüdür bu. Kərpic, yəni sıralar kərpic prinsipi ilə, bir də ki kolonlar kərpic prinsipi ilə düzülsün. Qaydırıq adi standart grid rejiminə və indi burada baxaq görək flip row və flip column nə deməkdir? Flip tərsinə çevirmək. Bu dəqiqə indi biz sıralarda o fərqi görəcəyik. O fərqi görmək üçün də double klik eləyirik yaranmış nəticənin içərisinə. İstənilən bir obyekti seçirik. Fikir verin burada nə maraqlı oynamaqlar olur. Bəh. Təbii hələ bunu eləmirik. Direct Selection tool istənilən bir küncü seçib orada bu cür bir fərq yaradırıq. Escape-i basırıq, çıxırıq editləmək rejimindən. Yenə seçirik bizim nəticəmizi və burada flip row, yəni cərgələri, sıraları tərsinə çevir. Horizontal şəkildə tərsinə çevir, bir də vertikal şəkildə tərsinə çevir. Eləcə də flip column, yəni sütunları horizontal şəkildə tərsinə çevir, vertikal şəkildə tərsinə çevir. Eksperimentlər üçün, maraqlı vizuallar yaratmaq üçün olduqca möhtəşəm bir dənə texnikadır, funksiyadır. Biz keçirik sonuncu yeməli bir dənə repeat növünə, mirror repeat. Mirror repeat üçün gəlin biz yenə də bir düzbucaqlı çəkək. Buradan object, repeat və seçirik mirror repeat. Gördüyünüz kimi sağ tərəfdə mən heç bir müdaxilə eləyə bilmirəm. Nə edə bilərəmsə ancaq sol tərəfdə onu eləyirəm və sağ tərəfə avtomatik bu təsir eləyir. Yaranmış mirror gridin nə funksiyaları var? Double klik eləyirik burada. Mən buradan bunun bucağını həm çölə aça bilirəm, həm də içəri aça bilirəm. Bir də ki, ortadakı xəttlə ara məsafəsini təyin eləyə bilirəm. Eləcə də onu, baxın, buradakı funksiyadan Repeat Options-dan da təyin eləyə bilirəm. Gəlin burada bir maraqlı görüntü yaradaq. Tutaq ki, bir dənə obyektimiz var. Biz Alt-ı basıb bunun kopyasını çıxardaq. Fikir verirsə, eyni şey sağ tərəfdə baş verir. Kiçildək. Direct Selection tool-la bir buranı, bir də buranı seçib, bir də bu küncü seçib bunu belə yuvarlaqlaşdıraq. Bəh. Sonra aşağıdan da bir bu küncü seçib yuvarlaqlaşdıraq. Buna verək narıncı. Buna verək sarı və yaxud da ki
belə. Nə qədər ki biz redaktə rejimindəyik, fikir verirsiniz, buradan da göstərir. Redaktə rejimində biz bura müəyyən elementlər də əlavə eləyə bilərik. Gətiririk, burada bir ellips çəkdik. Eyedropper tool-la onun rəngini götürürəm aşağıdan. Alt-ı basıb kopyasını çıxardıram. Alt shift-i basıb kiçildirəm və eyedropper tool-la yuxarıdakı sarını götürürəm. Belə bir maraqlı kəpənəyim yarandı. Bu nəticə məndə var. Əgər mən müəyyən əlavə düzəlişlər eləmək istəsəm, misal üçün sağdakı qanadın rəngini dəyişmək istəsəm, eləyə bilməyəcəm. Çünki sağ tərəfin görüntüsü sol tərəflə məndə sabitləşib. Bunun üçün mənə lazımdır ki, yaranmış görüntünü expand eləyim. Gəlirik Object, Expand. Expand funksiyasını artıq bilirik. Genişləndirmək, yəni mövcud obyektin xüsusiyyətlərini genişləndirmək, daha çox şeylər tətbiq eləmək. Gəlirik burada bunu Expand basırıq. Object, Fill, OK, əla və avtomatik baxırıq ki, bu bizdə qrup halındadır. Command Shift G bir neçə ungrup eləyirəm ki, nə qruplar varsa hamısı üzə çıxsın, amma yenə də çıxmayıblar. Command Shift G. Aha, tərpədək. Əla. Burada da əla. İndi nə edəcək? Gəlin, bunların yerini dəyişək. Eyedropper tool-la bunu eləyək qırmızı. İçindəki naxışı eləyək sarı və ona strok verək. Strokunu biraz qalınlaşdıraq. Növbəti bunu da çarpaz şəkildə double click seçdim. Gəldik, sarı verdik. İçərisini də double click. İçərisinə də double click. Seçirəm, qırmızı verirəm. Strokunu biraz qalınlaşdırıram. Repeat verməyi öyrəndik, onu expand eləyib içini edit eləməyi öyrəndik. Gəlin yaranmış nəticədən maraqlı bir eksperiment aparaq. Object, repeat və grid. Əla. Bunların sayını biraz aça bilərik. Biraz belə, hətta dəqiq eləmək istəyiriksə 10 mm-in buradan yazırıq 10 mm-ə. Əla. Nəticəni biraz genişləndiririk. Detalları görək. Biz artıq burada bunu brick verə bilərik. Flip eləyə bilərik, belə flip eləyə bilərik, vertikalı saxlayaq, column eləyə bilərik və təbrik edirəm. Mirror Repeat-də kəpənək hazırladıq, onu expand elədik, rənglərini dəyişdik və hazırladığımız elementdən bir dənə də grid məntiqi ilə repeat yaratdıq. Biz bu metodla fərqli maraqlı paternlər, naxışlar, arxa fon dizaynları işləyə bilərik. Gəlin biz buradakı gülü yığmağa çalışaq. Təxmini tuturam mən bu ləçəkləri nədən hazırlayacağam. Bir düzbucaqlı çəkəcəm, daha doğrusu kvadrat. Sonra R hərfini basacağam, rotate tool aktivləşir. Shift-i basıb fırlatmağa çalışacağam 45 dərəcə bucaq altında. Sonra A hərfini basacağam, direct selection tool. Seçirəm yuxarıdakı küncləri və round eləyirəm. Əla. Mən bu yaratdığım əsas komponentimi repeat eləyəcəm. Object, repeat və radial. Əla. Ortada məndə 8 güşəli ulduz var. Deməli 8 dənə repeat var. Bəli, təşəkkür edirəm. Burada da avtomatik 8 dənə verib. Mən bu incə toxunuşları əldə etmək üçün double click eləyəcəm. Daxil olacağam redaktə rejiminə. Alt shift-i klik eləyib kiçildəcəm ta o vaxta qədər ki, həmin o incə toxunuşlar məndə də formalaşsın. Sonra gəlirəm, ellipsimi çəkirəm. Bir ellips çəkdik. Eyedropper tool-la, yəni pipetka ilə qara rəngimizi götürdük. Gətirdik, görək Smart Guides bizə kömək olur və bəli, Smart Guides bunu bizdə buradan mərkəzə otuzdurdu. Otuzdurdun. Arada mouse qaça bilər, eybi yoxdur. Alt shift-i bastıq, kiçiltdik və sonra da yekun ştrix, bəli, baba bu ştrix. Gəlirik, xətt çəkirik buradan bir dənə. Düz mərkəzdən üzü aşağı. Rəngini buradan seçirik qara, Recent Colors'dan. Sonra qalınlığını da veririk. Qıraqda klik edirik. Afərin, bizim bu gülümüz hazır. Əziz dostlar, öyrəndiyimiz texnikalarla, alətlərlə siz də fərqli eksperimentlər aparın. Bizlə bölüşməyi unutmayın. Biz isə gələn dərslərdə görüşərik.